Salam aleykum, hamını yeni videodan salamlayıram. Demək, bu günləri sizə videonun adından da belli olduğu kimi bir dünənləri gecə başıma gələn hadisədən danışım. Bu tip bir çox bəlkə də demək, fırıldaqçılıq yollarını eşitmişsiniz. Bəlkə də sizə analoji olaraq gələcək, amma hər hadisənin bir unikallığı olduğu kimi indi sizə də elə detalları deyəcəm ki, yəni çalışın filtrinizə, yəni məsələn maşinnik üçün bir filtr ayarlayırsınızsa, hə, məsələn bunun geyimi belə olmalıdır, danışıq tərzi belə, telefonu belə, siqaret çəkmək belə. Yəni bu filtrləri özünüzdə eləyərsiniz ki, filtrləmə eləyin ki, belə bir insanlar qarşınıza çıxanda bilin ki, yəni bu tipdə fırıldaqçılıq mümkündür. Ona görə də zəhmət olmasa videonun sonuna qədər dinləyin ki, əsas da taksi sürücüləri ki, belə bir fırıldaqçılıqla üz-üzə gəlməyəsiniz və böyük bir məbləğ də olmasa, indi böyük bir məbləğ də ola bilərdi, ünvan böyük olsaydı. Ərqərəz, indi keçirəm söhbətə. Demək, dünənləri gecə saat 1-ə qalmış radələrində sifariş gəldi. Sahil metrosunun satmamış KFC var Bülbül prospektində. Onun qabağından bir sifariş gəldi Badamdaş şösəsinə və 2 ünvan olduğunu açığı görmədim. Sifarişi qəbul elədim Boltdan. Demək, yaxınlaşdım. Düz KFC-nin qabağında svetofor çatmamış. Sağda bir nəfər durmuşdu və əlində də bu az öncə kadrlarda gördüyünüz çanta. Yəni Voltun çantası və özünün də bir rükzak da değildi. Yəni bu boyda bir belə bir çantası da əlində var idi. Qara rəngdə. Oturdu maşına. Salam. Qayıtdı, başladı ki, bəs səhərdən ekonom sifariş verirəm, qəbul eləyən yoxdur. Bu arada mən sifarişi Komfortdan götürmüşdüm və mənə elə ilk qəribə gələn də nüansı oldu ki, bu qardaş Voltun kuryeri ara və Komfort ara. Ümumiyyətlə Voltun kuryeri niyə ayaqla qalıb? Yəni 1000 dənə bəhanə ola bilərdi ona. Yəni Voltun kuryeridir, maşınla işləyirdi, maşını xarab olub, nə bilim mototsikleti xarab olub, velosipedi qırılıb. Yəni indi evə gedir və yaxud da harasa gedir, sifarişə gedir. Sifarişi də səhv eləmirəmsə, sifarişi bu tez qəbul elədim. Hollywood olaraq gördüm. O yadımdadır. Onu gördük Volt. Sonra gördüm mən restoran. Dedim mən yəqin ki, nəsə sifariş dalayıca gedir və yaxud da sifarişi verməyə gedir. Nəsə, bu dedi ki, ekonom bayaqdan verirəm, qəbul eləyən yoxdur. Dedim, bəlkə kartla vermişsən. Dedi, yox, qaqaş, məndə kartla deyil, nağdı vermişəm. Amma qəbul eləyən yoxdur. Bu götürür, atqaz verir, o götürür, mən nə bilim neyinir. Amma sən demə, bunların hamısı yalan imiş. Sadəcə olaraq bu, belə də, yəni, özlüyündə abaloçka yaradır, bir nəsə göstərir ki, yəni, mən həqiqətən də Voltun kuryeriyəm və yaxud da mən həqiqətən də düzgün adamam. Yəni, oğru həmişə doğruluqdan danışır və yaxud da oğurluğun pis olduğundan danışır falan. Həmişə söhbətlər belə olur ki, qarşı tərəfin gözündə abaloçka yaratsın ki, nə badə sən fikirləşəsən ki, mən oğruyam və yaxud da fırıldaqçıyam. Nəsə, bu tip söhbətlər ora-bura dedim, ola bilər, nə bilim, ekonomda sifarişlər çox olur. Və yaxud da 2 ünvan vurmuşsan, yəqin ona görə getmək istəməyiblər, çox adam getmək istəmir. Dedim, elə biriməm, mən dedim, evə tərəf vuracaqdım sifarişi. Burası ani əlim dəydi, sənə sifarişi götürdüm ki, reyting düşməsin. Özümdə də fikirləşdim ki, sahildən Badamdara nədir də, yəni 15 dəqiqəlik yoldur. Gedəyim, bu sifarişi də düşürüm, təzdən düşərəm Badamdardan şəhərə. Sifarişi vuraram üzü evə tərəf. Həftənin 6-cı günü idi də. Yəni, axşam vaxtı yaxşı sifariş olur. Gecə vaxtı daha doğrusu. Nəsə, söhbətimiz burada bitdi demək olar ki, dəqiq yadımda deyil, çünki çox əsəbi idim dünən gecə. Bütün olanlar, yəni beynim yandı da dünənlər ki, yəni mən necə belə səhv elədim və niyə belə şey baş verdi ümumiyyətlə. Yəni, insanın çox pisinə gəlir. Yəni, söhbət orada
itirilən tək 5 manatlıq sifarişdə deyildi. Yəni mənim çox vaxtım getdi. Bu günləri səhər-səhər tez durmalıydım falan filan nəsə. Gəldik çatdıq demək birinci ünvana. Birinci ünvanda burada 2 dənə detal var, hansı ki məni inandırdı olacaq vəziyyətə və mən ki bu taksikanı hamımız çox taksi şoförləri, yəni bilənlər istifadə edir. 2 ünvanlı sifarişlərdə birinci ünvanda düşüb getmək istəyəndə ya telefonunu alırıq, ya deyirik bir əşyanı saxla, ya bir pulu ver get də ən azından onsuz bu pulu sonda verəcəksənsə imkan varsa pulu ver get. Çünki çox belə fırıldaqçılıqlarla üzləşmişik. Yəni girir, iki tərəfli blok olur. Oradan çıxır gedir. Restoranın qabağına vurur böyrü ilə çıxıb şeye gedir. Mən də oradan bir yol tapır çıxır gedir falan filan. Yəni bu tip şeyler olur. İndi Qaqaş demək, bir də onu deyim ki, elə Volt'un oturanda özü qabaqda oturmuşdu, amma Volt'un bu çantasını arxaya qoymuşdu. O da məndə bir növ həm buna inanmışam ki, bu yəni Volt'un kuryer də, Volt'un kuryeri olmayan adam. Yəni bu videonu izləyən sən yoxundursa Volt çantan, yəni kimə desən ki, mən Volt'da işləyirəm, deyəcək ki, qardaş, mən çantamı göstərin ən azından. Yəni çanta, forması düzdür yox idi, amma çantası var idi. Adamda bir əminlik yaradır ki, bu Volt'un kuryeridir. Birinci ünvana çatdıq, Qaqaş qapını açdı. Açmamışdan da qabaq, indi çatana yaxın dedi ki, qabaqda saxla burada. Düz elə Hollywood'un qabağında. Burada saxla, mən düşüm. Əlindəki belə çantanı göstərdi. Arxadakı Volt'un çantasını yox. Dedi bir dənə bunu verim içəridə. 4-5 dəqiqə gözlə mən gəlirəm. Yol üstü də mənə demişdi ki, mən gözləməni əlavə eləyə bilmirəm. Sifariş verəndə gözləməni əlavə eləyə bilmədim. Əlavəsi nədir? Proqramda vurarsan, mən onu ödəyəcəm. Dedim, okey. Məsələn, 1 dəqiqə, 2 dəqiqə keçdi. Dedim, yəni bir dənə çantamı verib gəlmək nədir də? Əslində gözləməni açmamışdım. Məsələn, üstündən 1-2 dəqiqə keçdi, gözləməni açdım. Bir də birinci özəl məni alladan nüans nə oldu? Qaqaş maşından düşən kimi mən demək olar ki, elə Hollywood'un qapısının ağzına saxlamışdım. Hollywood qapısından da içəri tərəfdə oranın belə bir kostyumda belə bir işçisi dayanıb, hansı ki qabaqdakı parkinqa baxır, nəzarət eləyir, qarşılama eləyir, buyurun keçin falan. Bu işlərə baxır. Bir dənə oğlan idi. Bu Qaqaş düşən kimi o həmən o içəridəki Qaqaş çıxdı, gəldi düz maşının qabağına. Bununla elə salamlaşdılar. Salam brat, axşamın xeyir. O da sən necəsən, hər vaxtın xeyir. Dedim, yəqin bunlar tanışdılar. İfso, yəni mən belə bu tərəfdə baxmalıyamsa, mən başımı saldım, aşağı başladım telefonda qurdalanmağa ki, İfso da yəni bu adam dəqiq atıb gedəsi deyil. Bu axıran bunu tanıyır. Bu ya buranın işçisidir, ya bura daimi gəlib gedən adamdır. İki əlində çantası var, ya kuryer olaraq bunu tanıyırlar falan. Başladım telefonla oynamağa. Üstündən 1-2 dəqiqə keçdi, gözləməni açdım, dayanmışım. Volt'un çantasını da qoyub maşında çıxıb gedib. O da sən demək yalan imiş. Yəni o da mənim gözümdə Aboloçka yaratmaq üçün bir fənd idi. İndi onu hardan tapıb şərəfsiz, necə tapıb, zibillidənmi tapıb, kimdənsə fırladıbmı, onu bilmirəm. Yəni əslində biraz üzü tozluydu. Mən videoda gördünüz yoxsa yox. Üstünə qara kraska ilə nə bilim nə, yəni o istifadə olunub, tullanıb, onun zibillidən gedib tapıb, yolun qırağından mı tapıb, o onun necə başına girib ki, mən bunu sifariş verəndə taksini gedim qoyum taksi şoförünün maşınında, o onun gözündə dursun ki, hə, bu doğrudan da kuryerdir, sifarişi verib gələcək, ən azı çantanın bir
20 manat, 30 manat, 40 manat mı, 50 manat mı bilmirəm. İndi Voltun kuryerində işləyən olubsa, Voltun çantaları ya sənə iş qarşılığında verilir, depozit alınır və yaxud da satılır. Yəni kimsə işlədir, çanta qalır özünə, işdən çıxandan sonra qoyur, həm tapazda orada burada satır. Yəni bu şərəfsizin gör, yəni demək ki başı işləyir də. Yəni bu ən azından psixoloji da olsa, hər hansısa bir-iki taktikanı bilir ki, bu mənə qarşı istifadə elədi və uğurlu da alındı da. Yəni mənim belə sıxmasını ayıqan belə məsələlərdə, amma o iki dənə nüans mənə çaşdırdı. 1 voltun çantasının maşında olması, bir də bu qaqaşın düşüb həmin bu axıranla sağlamlaşması. Nəsə üstündən bir 22 dəqiqədə keçər. Bundan öncəki gördüyünüz video ki var YouTube'da, bu yağ dəyişmə falan servis vlogu paylaşmışdım deyə həmən gün. Üstünə 3-4 saat keçmişdi. Yəni kommentlərin çox gələn vaxtda, ilk gün çıxanda kommentlər çox gəlir. Mən də elə rəylərə oturmuşam, cavab verirəm bir-bir, tap-tap. Başım qarışıb, heç xəbərim yoxdur. Ya TikTokda, həm də YouTube'da gələn rəylərə cavab verirəm. Nə bilim, statistikanı izləyirəm falan filan. Bir də ayıldım ki 22 dəqiqə keçib üstündən. Qaqaş yoxdur. Qaqaş içəridə bir dənə çantanı verib gəlmək nə qədər çəkər? Yəni 2 dəqiqədə maksimum. Qalxdın, düşdün, verdin 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə. Başım götürdüm, yığdım. Zəng elədim ki, bəs qaqaş üstündən 22 dəqiqə keçib. Sən hardasan? 4-5 dəqiqə mənə dedin. Yoxsan. Sən hardasan? Qaqaş gördüm belə şeylədi ki, nə 22 dəqiqə, nə şey. Sən kimsən dedi. Daha dedi ki, qaqaş sən Boltun sürücüsüsən, dedim hə. Dedi, demək ki bu müştəri yoxa çıxıb. Deyir, mən sifariş vermişdim. Dedim, başa düşməm, necə olub? Dedi ki, bəs mən şeyin qabağında dayanmışdım, elə o KFC-nin qabağından keçəndə. Orada gördüm bir dənə əlində Volt çantası olan uşaq. Dedi ki, mənə bəs bir dənə sifariş verə bilərsən Bolt. Həm də yazığım gəldi və sifariş verdim. Dedi, bəs necə olub? Dedim ki, sənə birinci ünvana gəlmişəm. Qaqaş yoxdur. Odur, yəni o qaqaş o sözü deyəndə, ümumiyyətlə, sən kimsən deyəndə, mənə uca danq elədi ki, da, yəni bu adam atdı getdi. Yəni, aldanmışam, aldanmış olduğumu sırası başa düşdüm. Şimdi qaqaş da başladı bunu telefonda söyləməyə ki, sən belə. Mən bundan sonra yolda heç kimi gördüm. Heç kim üçün sifariş verməyəcəm. Sifariş verirəm. Bu da axırı. Yəni düzdür deyirəm, mənim günahım yoxdur, amma yenə də yəni sən yəni zibilə saldım da gecə. Şimdi üzürlə hesab elə qardaşım falan bəsməkən. Nəsə bundan çalışdım ki, tez bazar sağollaşım, gedim içəri. Çünki mənim beynimdə o qalıb ki, qardaş bu düşən kimi axı gəldi mənim maşınımın qabağına, axıran da gəldi bunun qabağına. Buna elə salamlaşdılar bir-birlərindən. Dedim, əfsədə, yəni bunlar qardaşdır. Getdim, girdim içəri, Hollywoodun içinə, qaqaş çünki tapa bilmirdim. Şimdi içəridə soruşdum ki, qardaş, burada çöldə bir sizdə axıran durur bu formada. Hardadır o uşaq? Dedim, nə olub, nə məsələdir? İçəridədir burada. Dedim ki, bəs belə də, dedim 100% allanmışam. Amma yenə də o uşaqla salamlaşdı. Bəs şimdi baş saldım ki, bunlara sahil metrosunun qabağından sifarişdən gəlmişim. 2 ünvan vurub, düşüb gedib, şərəfsiz yoxdur. Bir dənə o, bəlkə axıran onu tanıyır, çünki salamlaşdılar. Şimdi çağırdılar, qaqaş gəldi. Dedim, qaqaş, bəyaları, bir nəfərlə salamlaşdın, deyir, kimlə? Dedim ki, belə də. Dedi, səndə nə maşındır? Dedim, ağ maşın. Düz, dedim, çıxışda, qapının ağzında dayanmışam. Ağ rəydi, bəydə. Kim idi o? Dedi ki, abi, tanımıram, nə bilim kimdir. Dedim, necə yəni, bəs sən bununla bu necə salamlaşmaq idi, salamlaşdıq? Mən maşın saxlayan kimi maşından qaqaş düşdü, sən gəldin düz maşının qabağına. Salam, brat, axşamın xeyir. Necəsən, nə var, nə yox? Yəni, özü belə, yəni, çox yaxın bir-birinə salamlaşdınız da, yaxın kimi.
Bunun da yanında orada administrator idi kim idisə. Mən dedi ki, qardaş buna yani fikir vermə. Sən də gəlsən sabahlar bura. Sənlə elə salamlaşıb görüşüb şey eləyəcəkdir. Yəni bunun şirin dilliyi də bunun xasiyyəti budur. Yəni bu belə eləyir. Dedim Allah saxlamış. Belə salamlaşma olar. Dedim sən bir növ sənə də allandım ki mən. Yəni sən belə salamlaşdın onunla. Dedim ki yəni siz bir-birinizi tanıyırsınız. Dedi ya brat onu mən tanımıram. Deyir özü də o mənlə salamlaşdı Hollywoodun içinə girmədi axı. O döndü sağa çıxdı getdi. Dedim doğrudan deyir doğrudan. Şimdi nəsə düşdük gəldi aşağı. Dedim mən nəysə də hoşum. Sağ olun gecəniz xeyrə. Gəldim düşdüm aşağı. Bunlar da çıxdılar gəldilər. Dedim gəlim görüm bu Voltun şeyin nə məsələdir çantası. O qabaqda bu indi açılsın görəcəksiniz. Bu Voltun çantası o belə kvadrat olur, biraz yekə olur. Qaranlıqda onu gətirdi, qoydu arxaya şərəfsiz. Volt, yəni göy rəngdə olduğunu gördüm, bildim Voltdur. Amma yəni tozlu olduğunu, yəni qaranlıqda da görmürəm. Tozlu olduğunu, həm əzildiyini, yəni o mənim zibilliyə atdığım bunun yarısı boydaydı. Öyle əzilmiş idi, yəni bu yarısı boyda əzilib. Üstünə də gördünüz də, yəni qara kraska ilə çəkilib, eləyib. Yəni vandalizmə məruz qalmış bir Voltun çantası idi. Yəni onu mən qaranlıqda nə görüm də. Yəni bu adam gör başın necə işləyir, amma o başın düzgün formada işlədə bilmirdi. Yəni bu adam bədbəxt adamdır. Yəni fırıldaqçılıq üçün belə tip nüanslara fikir verir ki, arxaya qoyacağam, özüm gəlib qabaqda oturacağam. Taksi şoförü onu detaylı şey eləyən deyil də, yəni arxada qoyuram, qaranlıqdır. Yəni durub onu taksi şoförü qaldırıb belə içinə çölünə baxır ki, arkadaş bu çiklidir, sən dəqiq Voltun kuryersən falan filan, bunun üstündə qara kraska var. Yəni bilir ki, taksi şoförü onun söhbətini eləyən deyil. Nəysə bunlar gəldi, administratorda çıxdılar çölə, həmən baxırandan bir yerdə. Əlində telefon ki, qarşıca bir dənə kameraya baxaq, görək nə göstərir. Gəldilər, baxdıq elədik. Kameradan, demək kamerada görünür ki, mənim maşınım gəlir saxlayır. Onların axıranı gəlir çıxır maşının qabağına, amma kamera elə düşür ki, o qaqaşın maşından düşməyi falan, qaqaşın ümumiyyətlə üzü falan heç nəyə düşmür. Nəsə belə kameraya da baxdıq, kör peşman, sağ olsun Hollywoodun administratoru dedi qardaş, gəl otur bizim bir çayımızı iç. Bir yorğunluğu var. Bilirəm əsəbləşmirsən, yəni amma yəni olacaq olub. Allah köməyin olsun. Dedim yox, çox sağ olun, gecəniz xeyrə. Artıq mən orada olanda çox vaxtımı itirdim. Yəni 1 saat rahat mən vaxt itirdim. Yəni bir 25 dəqiqə, 28 dəqiqə mən onu gözləmişdim. Yuxarı gedib administratorla danışmışam, aşağı düşüb kameraya falan baxıb eləmək. Yəni çox vaxtım aldı. Hemen gedişdə buydu. Üzeyir Azbayev küçəsindən Badamdar 2, döngü 3 və döngü 2. Yəni burada indi xəritədə düşmür. İkisi də bir-birinə yaxın. Biraz yaxınlaşdırsam düşəcək. Gördüyünüz kimi 2 dənə bir-birinə yaxın nöqtələr qoymuşdu. O da əslində məndə biraz təəccüb yaratmışdı ki, qardaş bu niyə 2 dənə nöqtəni vurub? Belə birincisində düşüb çıxıb özü də gedə bilər. Sonra dedim yəqin nə bilim bu Volt çantası ağırdır falan, kuryerdə yoğrulub. Gəlsənə mən bunu gözləyim. Belə videonu biraz uzun oldu, amma ki dedim danışım, bölüşüm, bütün detayları sizə verim ki, siz də mən danışa özlüyünüzdə düşünəsiniz. Gözün qabağına mənzərəni tam olaraq gətirə biləsiniz deyə tam detallı sizə danışdım. İnşallah ki izləyənlərdən heç kimin qarşısına belə bir insanlar çıxmasın. Mənim başıma gəldi, mən dərs çıxartdım, siz də pulsuz şəkildə bu dərsi öyrənmiş oldunuz. Ümumiyyətlə çalışın, yaxşı, pis, qadın, kişi, cavan, uşaq, yaşlı, vitdi, ay nə bilim əlində iPhone-u var, ay nə bilim oxşamır maşinika, nə bilim nə. Yəni heç nəyə fikir verməyin bundan sonra. Yəni 2 ünvanlı
gedişlərdə, birinci gedişdə əgər maşında heç kim qalmırsa da demirəm, bir nəfər düşür, 2 nəfər arxada oturubsa, durun pul alın. Yəni 2 nəfər oturub da maşında, o bir nəfər gedibsə gəlib qayıdacaq. Yəni maşında heç kim qalmırsa, hətta əşyası belə qalırsa da pulunuzu alın. Şey qardaş, deyirəm mən sənə arxada əşya var. Deyirəm, keçən dəfə bir de elə mənim hadisəmi danış. Deyirəm, keçən dəfə uşağın birinin maşında Voltun şeyini saxlamışdılar. Çantasını saxlamışdılar. Pul atıb çıxıb getmişdilər. Yəni mənim başıma gələn hadisədən çıxış eləyə bilərsiniz. Pulunuzu alın, ondan sonra rahat oturun gözləyin. Ən azı 10 manat yazıbsa bir 8 manatını alın. 12 manat yazıbsa 10 manatını alın. Deyirəm, qardaş gəlib oturarsan, mən buradayım, heç yerə getmirəm. Maşınımın nömrəsi bəlli, hər şey bəlli. Bolta şikayət eləmək olur, amma Bolta deyilən müştəri üçün şikayət eləyəndə Bolt bizə deyilən heç nə vermir. Yəni qısacası deyir ki, yəni ağlın olardı, pul alardın. Yəni ona biz cavabdeh deyilik. Belə, bu videomuzdan da bu qədər. İzlədiyiniz üçün çox sağ olun. Videonu bəyənin və çalışdığınız qədər paylaşın ki, digərlərdə bu hadisədən xəbərlər olsun və heç kimin də başına gəlməsin. Yəni bu yolla fırıldaqçıları özümüzdən uzaq salaq. Sağ olun, Allah hamımızın köməyi olsun.